Salam qardaşlar, hər vaxtınız xeyir olsun. Gəncə şəhəri Avtozavod qəsəbəsində, Avtozavodunun yaxınlığında Mətanət A şirkətinin küçəsində qarşıda gördüyünüz Avtozavodudur. Təxminən bu evdən 100 metr məsafədə yerləşir. Asfalt yola yaxın. Qarşıda gördüyünüz bu 4 sot torpağın içərisində olan yarım tikili ev təcili satışa çıxıbdır. Evin kommunalları var, qazı suyu işığı var, internet xətti var. Küçənin baş hissəsindən Bakubus marşrutları işləyir. Marşruta yaxın bir ərazidədir. Çox münasib qiymətə təklif olunur və çox təcili satıldığı üçün gördüyünüz qiymətə təklif olunur. Yenə də real alıcı ilə qiymətdə razılaşmaq olar. Evin demək olar ki 70% işi görülübdür. Yalnız evin polpatolog və müəyyən işləri qalıbdır. Evin qarşısında gördüyünüz bir maşın qum, bir maşına yaxın qaradaş və 100 ədəd kubik bu evin qiymətinə daxildir. Evin fundament hissəsi qazılıbdır. Bünövrə hissəsi qazılıb və çox təcili dediyim kimi satılır. Çox gözəl tikili bir proyektdir. Keçək evin içəri hissəsini sizlə tanış edim. 3 otaqlı, 3 yataq otaqlı, bir qonaq otaq, mətbəxi və hamam sazeri olan yarım tikili evdir. Bura evin qonaq otaq hissəsidir. Qonaq otağıdır. Gördüyünüz kimi kubikdən tikilib və çox möhkəm materiallardan hazırlanıbdır. Sonupol hissəsi vurulubdur tavan krişa hissəsində və otaqların taxta materialı alıb yığılıb. Bu da qiymətə daxildir. Yəni bu taxta material bu evindir və qiymətə daxildir. 3 ədəd geniş yataq otağı var. Birinci yataq otağı. Birinci yataq otağının alt hissəsindən bir otaq podval kimi nəzərdə tutulub düşmək olar. Bura evin ikinci yataq otağıdır. Bu qarşıda gördüyünüz otaq evin mətbəx hissəsidir. Mətbəx hissəsi kimi nəzərdə tutulub. Bura isə üçüncü yataq otağıdır. Bu qarşıda gördüyünüz otaq hamam sazeri kimi nəzərdə tutulub. Və burada dəhliz hissəsi var. Məhəlləyə keçmək üçün. Dəhlizdən də çıxış var. Evin iki tərəfdən girişi çıxışı var. İki tərəfdən. Və burada isə belə bir məhəllə hissəsi var. Məhəllə tərəfdən podvalın girişi məhəllə tərəfdəndir. Və qardaşlar, dediyim kimi evin çox təcili satıldığı üçün bu qiymətə təklif olunur. Yenə də real alıcı olsa qiymətdə razılaşma mümkündür. Sənədlər sərəncam layihədir. Bu ərazidə olan evlərin 60-70% sərəncam layihədir. Sənədlər sərəncam layihədir. Alqı-satqı etmək mümkündür. Kimin üçün maraqlı olsa səhifədə olan nömrələrdən mənə əlaqə saxlaya bilərsiniz. Satışında köməklik göstərə bilərəm. Kimin satılası evi torpağı olsa, kirayə veriləsi evi olsa, obyekti olsa mənə əlaqə saxlaya bilərsiniz. Satışında köməklik göstərə bilərəm. Səhifəmi izləməyi, məni takip etməyi, mənə dəstək olmağı hər birinizdən xahiş edirəm. Diqqətiniz üçün çox sağ olun.